Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Allahın izniyle inşallah ki biz bugün Kur'an ibrətləri bəhsində Qarunun barəsində danışacağıq. Qarun Hz. Musa əleyhissalamın zamanında yaşayan bir şəxsidir. Və Qur'an-ı Kərimdə biz baxsaq, Qəsəs surəsində onun barəsində danışılır, adına da vurğu edilir və Qarunun Hz. Musa əleyhissalamın qohumu olması barəsində də müəyyən xəbərlər mövcuddur. Bəzi xəbərlərə görə hətta Hz. Musa əleyhissalamın əmisi oğlu olduğu da bildirilib. Hər bir halda yəni qohum idi Hz. Musa əleyhissalamla. Və Qarun çox gözəl səslə Tövratı oxumağı bacarardı. Amma bir o qədər də Hz. Musa əleyhissalamın zamanında Qarunun biz gözəl məlahətli səsi olduğunu qeyd etsək də, Qarunun aqibəti barəsində danışanda görürük ki, buna rəğmən onun aqibəti yaxşı olmayıb. Çünki Qarun barəsində danışanda Quran-ı Kərim deyir ki, bir başqa ayəni qeyd etsək əvvəl, Ənkəbut surəsində deyirdi ki, Allah mütəal və Qarunə və Firavunə və Haman və ləqəd cəəhum Musa bil-bəyyinat fəstəkbəru fil-arzi və mə kənu sabiqin. Deyirdi ki, Qarunu, Fironu, Hamanı xatırla, Hz. Musa əleyhissalamın açıq aydın dəlillərlə onlara gəldiyini qeyd edirdi ki, deyirdi ki, aydın dəlillərimizlə onlara göndərmişdik. Onlar isə yer üzündə Hz. Musa əleyhissalam barəsində Allah mütəal bildirir ki, açıq aydın dəlillərlə onlara gəlsə də, onlar yer üzündə təkəbbürlə tuğyan etdilər, amma əsla bizim iradəmizdən önə keçən deyildilər. Qarunun tuğyanı bəs nədən ibarət idi? Qarun bir zaman keçdikdən sonra Allah ki ona mülk və sərvət verdi. O artıq o qədər bir mülkə sahibidir ki, Quran deyir ki, ona o qədər xəzinə vermişdi ki, onların açarlarını güclü bir dəstəyə belə ağırlıq edirdi. Bir neçə insan belə daşısaydı, hətta xəbərlərdə, hədislərdə var ki, 40 insan təkcə Qarunun mülkünün xəzinəsinin o açarlarını daşıyardı. O qədər yəni çox xəzinəsi vardı. Amma Qarun bəs nə dedi? Qarun Allahın ona vermiş olduğu mülkə özünün sahibi olduğu və özünün qazanmış olduğu bir mal kimi baxırdı. Və hətta deyirdi ki, bu məndə olan elm sayəsində verilib. Yəni məndə olan bu elm ki var, o elmin sayəsində mən bunu qazanmışam. Quran deyir ki, فَخَرَجَ عَلَى قَوْمِهِ فِي زِينَتِهِ deyirdi ki, Qarun bir gün zinət və ehtişam içində öz qövmünün qarşısına çıxdı. قَالَ الَّذ۪ينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنْيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا اُوتِيَ قَارُونَ اِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ Deyir ki, Quran-ı Kərim dünya həyatını istəyənlər bu mənzərəni görəndə dedilər ki, Qaruna verilən kaş bizə də veriləydi. Həqiqətən o böyük bir qazanc sahibidir. Amma həqiqətən Allah mütəal qeyd edirdi ki, o həqiqi iman əhli isə bildirirdi ki, yəni bu Qaruna verilən bu sərvət Allah mütəalın verəcəyi mükafatla əsla müqayisə oluna bilinməz. Allahın mükafatı daha yaxşıdır. Buradan məlum olur ki, Qarunun dünyapərəst olması onun üsyan etməsinə gətirib çıxartdı. Onun əslində üsyanının bir səbəbi də buydu ki, qeyd olunur ki, Hz. Musa əleyhissalam ondan zəkat verməsini istədi ki, Allahın əmridir. O, bu zəkat vermək istəmədiyi üçün tuğyan etməyə başladı. Hətta Hz. Musa əleyhissalama böhtan atmağa başladı. Ona görə hədisdə buyurulur ki, İmam Sadıq əleyhissalam buyurdu ki, Hubbud dünya rə'su kulli xətiyə. Dünya sevgisi bütün xətaların əsasıdır. Biz bunu Qarunun da nümunəsində görürük. Bəs Qarunun aqibəti necə oldu? Qarun ki, bu cür tuğyan etdi. Quran deyir ki, biz onu və evini yerə batırdıq. Və deyir ki, ona kömək edə bilən bir dəstə yox idi. Özünü müdafiə edə bilmədi. Heç özü də özünü müdafiə edə bilmədi. Biz Qaruna ki, bəla göndərdik. Məlum olur ki, insan Allaha qarşı tuğyan etmiş olsa, Allah ki, ona nə qədər mülk və sərvət verib, bu mülk və sərvət belə ona kömək edə bilməz. Heç insan özü də özünə kömək edə bilməz. Ona görə insan bilməlidir ki, bu qazanc ki qazanır, bu sərvəti ki var,
bu sərvət Allahın ilahi rəhmətinin sayəsindədir. Yoxsa insan onu özü-özünə qazanmayıb. Nə çox adam var ki, çoxundan az işləyər, çoxundan çox qazanar. Nə çox adam var ki, çoxundan çox işləyər, amma çoxundan da az qazanar. Bu Allahın bir hikmətidir ki, deyir, yəni bu sizə verdiyim mal və qazanc ki var, bu elə bilməyin ki, elə sizin elminizin sayəsindədir, elə deyil. Bu bir imtihandır. Və əsas məsələ budur. Sən bu qazanc sahib olandan sonra bu imtihandan uzaq çıxa biləcəksən. Əsas məsələ bundan ibarətdir. İnsan çalışmalıdır ki, imtihandan uzaq çıxmağı bacarsın. Quran bizə Qarunu xatırladır və bildirir ki, Qarun bu imtihandan uzaq çıxa bilmədi. Və Qarun ki, öz şəxsi ehtişamı, zənginliyi içərisində bu halda gəldi ki, öz qövmünün qarşısına bu ehtişamla çıxdı ki, mənim mal dövlətim var. Bir dəstə insan da onun yerində olmağı arzulayırdı. Amma sabah ona bəla gələndən sonra, onu və evini Allah yerə batırandan sonra həmin dəstə insan dedi ki, nə yaxşı ki, biz onun yerində deyilik. Bu səbəbdən də insan bilməlidir ki, Qarunun ki, necə məlahətlə, avazla Tövrat oxuması onun karına gəlmədi. Çünki əməldə Allahın buyurduğuna qarşı çıxdı. İnsan bilməlidir ki, insanın həqiqi kimliyi əməllə meydana çıxır. Onun yaxşı Quran oxuması əməldə özünü göstərmirsə, yaxşı Tövrat oxuması əməldə özünü göstərmirsə bir şey ehtiva etmir. Ona görə insan öz əməllərinə diqqət etməlidir.